Xoruz yoldu videoma xoş gəlmisiniz. Toy sayına görə xoruz çox idi, ona görə gözümə dəyən ən topuş, ən iri ikisini tuturam, verirəm bir nəfər kəssin. Burada bir tərslik var, əslində bir nəfərlər tutmalıdır, amma niyəsə bizdə mən tuturam. Nəysə başlayaq təmizləməyə. Üstünə bismillah deyib qaynar suyumu əlavə edirəm. Çox keçmir, başlayıram təmizləməyə. Bu yaxınlarda ördək təmizləmə videomun altına gələn bir şərhdən sizə bəhs etmək istəyirəm. İzləyicim olmayan bir xanım həmin videonun hər hansı bir maarifləndirici əhəmiyyətinin olmadığını, əksinə yorucu rayon həyatını təbliğ etdiyimi dedi. Bir dəqiqə də yüngül lazerdə elətdireyim, oldular çiçək. Mən isə tam əksini düşünürəm. Elə düşündüyümə görə də bu səhifəni işlətmə qərarı almışam və ətrafıma bu qədər insanı sevgi ilə, səmimiyyətlə, mərhəmətlə toplamışamsa, demək ki, doğru yoldayım. Və onu da qeyd etmək istəyirəm ki, təbiətlə, canlılarla, güllər, çiçəklərlə bir arada olmaq, İnanın mənə 100 şəhər həyatından üstündür. Baxın, bunun nəyi pisdir. Öz əllərimlə təbii formada bəslədiyim heyvanı bugün kəsib, bəhbəhlə nuş edəcək. Ən əsası da övladlarım təmiz, təbii qidalanmış olacaq. Elə 11 il əvvəl bu evə köçən zaman məqsədim də bu idi. Çox şükür ki, istədiyimə nail olmuşam. Ay, sən yanasan, Arada belə Sakar Şakirliyim tutur, o öz yerində. Sizcə nə bişirdin bu xoruzlardan?